Əməkdaşımız Aynur Hökmürəvanın da elə bax bu mövzu ilə maraqlı bir süjeti var. Gəlin onu izləyək bərabər, daha sonra isə söhbətimizi davam etdirəcəyik. Buyurun. Kitab oxumaq hər kəs üçün fərqli anlam daşıyır. Kimi üçün bu istirahət, kimi üçün bilik, kimi üçünsə özünü ifadə etməyin bir yoludur. Kitablar bizi bəzən başqa dünyalara aparır, bəzən də elə yanımızdakı insanların dünyasını açır. Bugün biz təkcə kitablardan deyil, həm də onunla yolunu kəsişdirən bir gəncdən danışacağıq. Gənc müəllif Mehin Vəliyeva üçün kitab oxumaq fərqli bir dünya, onu yazmağı isə sadəcə kağız və mürəkkəbi ifadə etmir. Bu həm də onun üçün daxili dünyanın səsi deməkdir. Yazmağa başlamaq fikri səndə nə zaman yaranıb? Universitet illərində diplom işi ilə bağlı bizə mövzular verilmişdi. Mövzu ilə bağlı mən düşündüm ki, daha aktual və yeni mövzulardan olan məhz Azərbaycan Xalq Cümhuriyyəti və mühacirət dövrünə yeni bir baxış və nəfəs verən Dilqə Məhəmmədin kitablarına və yazılarına müraciət edim. Kitab təhsilində bu formada ərsəyə gəlməyə başladı. Kitabımızda bizdə burada var Azərbaycan mətbuatı Dilqə Məhəmmədin tədqiqatlarında, araşdırmalarında yer alıb. Eyni zamanda kitabın ərsəyə gəlməsində Bakı Dövlət Universitetinin müəllimi, dosent Qərənfil Dünyamin qızı mənim həm elmi rəhbərim olub. Kitabın ərsəyə gəlməsinə böyük köməyi oldu. Gənc yazar müasir dövrün tələblərinə cavab verən, eyni zamanda oxucuların diqqətini cəlb edən kitablar yazmağın önəmindən danışdı. Ümumiyyətlə Mehin, bundan sonra yazacağın kitablarda hansı mövzuları düşünmüsən, yəni hansı mövzulara daha çox diqqət çəkmək istəyirsən? Düşünürəm ki, mövzunu seçərkən ilk olaraq onun aktuallığına, eyni zamanda müasir dövrün tələblərinə cavab verməsinə diqqət etmək lazımdır. Bu səbəblə də növbəti kitablarımı da düşünürəm ki, bu mövzularda yazsam daha uğurlu olar. Onu da qeyd edək ki, Mehin Vəliyeva hazırda yeni kitab üzərində çalışır və növbəti kitabını da tez bir zamanda oxuculara təqdim etməyə planlaşdırır. Aynur'a təşəkkür edirik süjet üçün və keçirik Nigar xanım.